Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-sində Latifa Laçın Tikiş və Pirşahı Ayaqqabı Fabrikinin Laçın filialının, eləcə də Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinin Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 48 ailə, 206 nəfər köçürülüb. Bakının Xətai rayonunda yayılan görüntülərlə bağlı cinayət işi başlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli Missiyaza bildirib ki, hadisə mayın 20-sində qeydə alınıb. İnsident zamanı Rauf Şamxalov idarə etdiyi Hyundai markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib. Faktla bağlı Xətai rayon polis idarəsində cinayət işi başlayıb, 2 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir. ABŞ prezidenti Donald Trump bu həftədən etibarən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünür. Bu barədə The Wall Street jurnal mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, belə bir addım Trumpın Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumlarından və sülh danışıqlarının ləng tempindən məyus olması ilə bağlı ola bilər. Məlumata görə sanksiyalardan əlavə Putinə təzyiq etmək üçün digər variantlar müzakirə olunur. Eyni zamanda nəşr yazır ki, Trump yeni sanksiyalar tətbiq etməmək qərarına da gələ bilər. Qeyd olunub ki, Ağ Ev rəhbəri sülh danışıqlarından yorulub və son cəhd nəticə verməsə danışıqlardan imtina etməyi düşünür. Polis Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. İdarələrində olan avtomobilə baxış zamanı 6 kiloqram marihuana və 2 kiloqram heroin aşkarlanıb. Onların narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlayıb, Tariyel Həsənov barəsində həbs qəti imkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın bir sıra regionlarında, xüsusilə magistral yolların kənarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə edilir. Bütün bunlar ölkədə epizotoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunmuş xəstəliklərdən azad zona statusuna da təhlükə yaratmış olur. Ölkəmizdə biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək bu cür qanunsuz fəaliyyətlər ixrac potensialı geniş olan heyvan mənşəli qida məhsullarının ixracına da maneə yarada bilir. Bildirilib ki, heyvanların ictimai yaşayış obyektlərində, həmçinin müxtəlif istirahət məkanlarında bu şəkildə saxlanılması və nümayiş etdirilməsi qanunvericiliklə qəti qadağandır və bununla bağlı olaraq agentlik tərəfindən müvafiq qurumlarla birgə zəruri tədbirlər görüləcək. Bakıda təşkil olunan mini futbol üzrə dünya çempionatında 8-1 final mərhələsinə start veriləcək. Milli Gimnastika Arenasında bugün 4 oyun keçiriləcək. A qrupunun lideri Azərbaycan millisi, B qrupunun ikincisi son dünya çempionu Rumıniya ilə üz-üzə gələcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.